Kredit götürüb və onu sığortaladıb. Öldükdən sonra isə sığorta şirkəti krediti ödəməkdən imtina edir. Ağdaşın Aran bir kənd sakini 64 yaşlı Məhəmməd İsrafilov 2 il əvvəl bankdan kredit götürüb. Həmin vaxt kredit bankda sığortalanıb. Müalicəsindən ötürü götürülmüşdü. Götürüləndə eləmədi, elə pensiya kartını qoyub götürmüşdü. Zaminları, 4 dənə zamini da var. Qol çəkmirlərdi, zaminlar qol çəkmirdi. Baxıblar, müdür özü də deyib, hətta işçilər də deyib, bankın işçilər də deyib ki, sən rəhmətə gedərsənsə pul ödənincə, sığortalıdır. Bu ilin aprel ayında Məhəmməd İsrafilov vəfat edib. Sığorta şirkəti isə krediti ödəməkdən imtina edib. Kişi də deyir ki, sığortalıdır. Bankın işçiləri də ora gedəndə deyirlər ki, sığortalı deyirik, bunu başına bir iş gəlsə sizlikdir belə. Kişi öləndən sonra mən getdik banka, bizi sardılar, dedilər ki, ödəməlisin. İndi borc krediti götürənin ailəsindən və zaminlərdən tutulur. Hüquqşünas Anar Ramazanov deyir ki, kredit bankın müştərisi tərəfindən könüllü şəkildə sığortalanmalıdır. Sığorta hadisəsi zamanı ödəniləcək məbləğ də müqavilədə və şəhadətnamədə öz əksini tapar. Qanunvericiliklə müəyyən edilmişdir ki, fiziki şəxsin ölməsi halında kreditin qalığı 100% miqdarında banka ödənilməlidir sığorta şirkəti tərəfindən. Lakin əmək qabiliyyətinin tam və ya qismən itirilməsi halında, yəni əlillik qrupunun alınması halında isə qalıq kredit məbləğinin ödəniş məbləği müvafiq müqavilədə, sığorta müqaviləsində, yəni sığorta şəhadətnaməsində nəzərdə tutulur. Əgər sığorta şirkəti krediti ödəməkdən imtina edərsə, vətəndaş Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər. Əgər vətəndaşın mövqeyi haqlıdırsa, Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın məsələsini araşdırıb, sığorta şirkətinə sığorta ödənişinin verilməsini nəzərdə tutan və icrası məcburi olan təqdimat verə bilər. Maliyyə Bazarına Nəzarət Palatasından verilən cavab onu qane etməzsə, məhkəməyə də müraciət edə bilər. Anar Ramazanov məsləhət görür ki, müştərilər sığorta müqaviləsini imzalayarkən hadisə zamanı ödəniləcək məbləğə və digər şərtlərə xüsusi diqqət yetirsinlər. Sığorta şəhadətnaməsini də mütləq bankdan tələb etsinlər.